əhdin qurulması haqqında eramızdan əvvəl 700-cü ildə, yəni bugündən təxminən 2700 il əvvəl bir peyğəmbərlik qoymuşdur. Bu, bizi yeni əhd barədə maarifləndirmək üçün idi. Bu, 2000 il gizli qalmış bir sirrdir. Beləliklə, qiymət biçə bilməyəcəyimiz bir şeydir. Gəlin Yeremiya 31-ci fəsil, 31 ayəyə müraciət edək. Rəbb bəyan edir, İsrail xalqı və Yahuda xalqı ilə. O nə edəcək? Yeni əhd bağlayacağım günlər yaxınlaşır. Əgər bu, Allahın işidirsə, ən böyük şahəsərdir. Allahın özü bu dünyaya cismani olaraq gələndə nəyi qurdu? Bu, yeni əhddir. Allah bəyan etdi, yeni əhd bağlayacağım günlər yaxınlaşır. 32 ayə. Bu əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular, Rəbb belə bəyan edir. O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir. Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da mənim xalqım olacaq, Rəbb belə bəyan edir. Yeni əhd vasitəsilə Allah bizə onun övladları olduğumuza əmin zəmanət verir və həmçinin onun xalqı kimi əbədi səmavi padşahlığa girməyə icazə verir. Allah bizə yeni əhd adlanan böyük bir iş bəxş etmişdir. Beləliklə, biz başa düşə bilmirikmi ki, Allah nə üçün bu qədər uzun müddət ərzində bir çox peyğəmbər vasitəsilə yeni əhd haqqında peyğəmbərlik edib? Və niyə yeni əhd qurulmamışdan əvvəl əhdiyyətik dövründə daim öz xalqına əhdin əhəmiyyətini öyrədib? Heç kim buna qiymət qoya bilməz. Allah saysız hesabsız heyvan qurbanlarının qanını tökərkən, əhdin vacibliyini dəfələrlə vurğulamadımı? Dəyərli bir şeyimiz olsa da, dəyərini bilməsək, onu Esav kimi dəyərsiz hesab edəcəyik. Xahiş edirəm, yaxşı düşünün. Onun dəyəri nə qədərdir? Allah minlərlə il əvvəl peyğəmbərlər vasitəsilə bu barədə peyğəmbərlik etmişdir. O, yeni əhd pasxa həqiqətini bərpa etmək üçün axır zamanda bu dünyaya gəldi. O vaxta qədər o, bu həqiqəti 1000 il yaşatdı. İnsanlar deyir ki, Fransadan gələn ağ şərab 100 il yaşı olanda çox qiymətlidir. Halbuki Allah bunu minlərlə ilə hazırlamışdır. Nəhayət, Allah bu zamanda öz işini tamamladı. Hər kəs bu işin dəqiq dəyərini bilməsəniz də, heç vaxt dəyərsiz və əhəmiyyətsiz deyil. Bu, doğru deyilmi? Onu göyləri, yeri və bütün kainatın yaradıcısı olan Allah yaratmışdır. Bu həqiqət sistemi insanlar tərəfindən yaradılmayıb.